Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz bağlayıcı The Conjunction. Sözlər, söz birləşmələri, cümlələr arasında əlaqə yaratmaq üçün işlədilən köməkçi sözlər bağlayıcı adlanır. Bağlayıcı müstəqil funksiya daşımır, cümlə üzvü olmur. Cümlədə yaratdığı qrammatik əlaqə baxımından bağlayıcılar iki yerə bölünür. Tabesizlik əlaqəsi ifadə edən bağlayıcılar coordinating conjunctions, tabelik əlaqəsi ifadə edən bağlayıcılar isə subordinating conjunctions adlanırlar. Tabesizlik əlaqəsi bildirən bağlayıcılar cümlədə həmcins üzvləri və ya müstəqil cümlələri bir-birinə bağlamaq üçün istifadə olunur. Burada diqqət edək. Tabesizlik əlaqəsi bu deməkdir ki, bu cümlələr hərəsi özü müstəqil cümlədir. Bunların bir-birindən heç bir asılığı yoxdur. Biz onları tək də işlədə bilərik. Sadəcə olaraq biz müstəqil cümlələri bağlamaq istəyiriksə bir-birinə, biz burada tabesizlik əlaqəsi bildirən bağlayıcılar, yəni coordinating conjunctionsdan istifadə edirik. Coordinating conjunction həmçinin fan voice adlanır. Fan voice burada bu yazılmayıb, amma fan voice niyə adlanır? Çünki həmin bağlayıcıların başlandığı hərfdən. Fan voice, if, for, and, not, but, or, yet, so və hətta orada zen də var. Bunlar tabesizlik əlaqəsi yaradan coordinating conjunctionlardır. Yəni ki, tabesizlik əlaqəsi ifadə edən bağlayıcılar. Gəlin birinci tabesizlik əlaqəsi yaradan bağlayıcımıza baxaq. And və deməkdir. Paralel məzmunlu cümlələri və həmcins cümlə üzvlərini bağlayır. Məsələn, the sky was cloudless and the sun was shining brightly. Bunlar ikisi də müstəqil cümlədir. Sadəcə olaraq biz deyə bilərik, the sky was cloudless. The sun was shining brightly. Heç bir, deməli, burada fikir tam aydın bilinir. Elə demək olmaz ki, biz burada fikrimizi tam aydın ifadə etmədik. Cümlə müstəqildir. The sky was cloudless. Səma bulutsuz idi. The sun was shining brightly. Günəş parlayırdı. Sadəcə olaraq biz bu iki müstəqil cümləni bir-birinə and bağlayıcısı ilə bağlayıb bir mürəkkəb cümlə yaratdıq. The sky was cloudless and the sun was shining brightly. Bu bağlayıcı ilə bağlanan iki mübtədanın xəbəri həmişə cəmdə olur. Mübtədalar sayılmayan isimlər olsa belə, yəni əgər bizim cümləmizdə iki mübtədamız and bağlayıcısı ilə bağlanıbsa və bu mübtədalar hətta belə sayılmayan belə olsa, artıq mübtəda cəm hesab olunur və xəbərimiz mütləq cəm olmalıdır. Məsələn, coffee and tea are useful. Kofe və çay faydalıdır. Kofe və çay mübtədam ikidir, deməli artıq cəmdir, düzdür. İsimlərimiz sayılmayan isimlərdir, amma and bağlayıcısı ilə bağlandığına görə artıq mən xəbəri cəmdə istifadə etməliyəm. Diqqətli olun, bağlayıcı mövzusu çox mühüm bir mövzudur. Both and həm də deməkdir. Yadda saxlayaq ki, both and heç vaxt inkar cümlələrdə işləmir. Both and bağlayıcısı ilə bağlanan iki mübtədanın xəbəri həmişə cəmdə olur. Both olan cümlələrin xəbəri cəmdə olur. Both Nərmin and Nəzrin are at home. Həm Nərmin, həm də Nəzrin evdədirlər. Xəbər cəmdə. Nizami Gəncəvi is well known both in our country and abroad. Düzdür, bu cümləmizdə both and var. Amma bu cümlənin mübtədasını bağlamayıbdır. Ona görə də burada xəbər təkdədir. Nizami Gəncəvi is. Burada is xəbəri both and-dən əvvəl gəldiyi üçün ona aid deyil. Not only but also nəinki həmçinin deməkdir. Xəbər sonuncu mübtəda ilə uzlaşır. İsim sayıla bilən tək isimdirsə, an artikli işlənir.
Gəlin cümlələrimizə diqqət yetirək. Not only the students, but also the teacher is in the yard. O but also'dan sonra nə gəlib? The teacher sayılan tək isim, xəbərim təkdir. Not only the teacher, but also the students are in the yard. But also'dan sonra nə gəlib? The students cəmdə, xəbərim cəmdədir. Not only but also cümləsində biz həmişə xəbəri also'dan sonra gələn isimlə uzlaşdırmalıyıq. İsim təkdədirsə xəbər təkdə, isim cəmdədirsə xəbər cəmdə olmalıdır. Neither nor nə də deməkdir. Burada da xəbər sonuncu mübtada ilə uzlaşır. Disjunctive, yəni tag question, sualın ikinci hissəsi təsdiqdədirsə, onda adətən birinci tərəfdə bu bağlayıcı işlədilir. İsim sayıla bilən tək isimdirsə, an article ilə işlənir. Gəlin cümləyə diqqət yetirək. They want neither to eat nor to drink. Do they? Onlar nə yemək, nə də içmək istəmirdilər. Neither cümlələrdə inkarlıq yaradır. Tag question isə bizdə inkar cümləyə təsdiq cümlə isə inkar ilə verilir. Cümləmiz inkarda olduğuna görə, indiki zaman olduğuna görə do say. The room was neither large nor light, was it? Cümləmizdə neither var, deməli cümləmiz inkardadır. Cümləmizin xəbəri was'dur. Was özü sualını düzəldir. Təsdiqdə was it? Neither you nor they are going to the theater. They are going. Nordan sonra cəm, əvəzlik gəlib, xəbərim cəmdə. Neither you nor she is going to the theater. Nordan sonra mənim əvəzliyim təkdə gəlib, deməli xəbər də təkdə olmalıdır. There is neither a teacher nor a student in the hall. Cümləmizdə teacher və student sayılan tək isim olduğuna görə mütləq article işlənməlidir. Now or ilə neither nor demək olar ki, bir-birlərini əvəz edə bilirlər. Lakin yadda saxlamaq lazımdır ki, now or birləşməsində article işlənmir. Bunların fərqi ondadır ki, neither nor ilə işlənən sayılan tək isimlər article qəbul edir. Now or ilə işlənən isə tək isimlər, sayıla bilən tək isimlər article qəbul etmir. Ümumiyyətlə, yadda saxlayın ki, now'dan sonra article işlənmir. There is no teacher or student in the hall. Either or ya da deməkdir. Burada da xəbər axırıncı mübtada ilə uzlaşır. İsim sayıla bilən tək isimdirsə, an article işlənir. Either you or your friends are telling a lie. Oradan sonra bizim mübtadamız friends cəmdə gəlib. Deməli də xəbər cəmdə olmalıdır. Either you or your friend is telling a lie. Oradan sonra gələn mübtadamız təkdə gəlib. Deməli xəbərimiz də təkdə olmalıdır. Or ya da deməkdir, yoxsa deməkdir. We must hurry or we'll miss the train. Biz tələsməliyik, yoxsa qatara gecikərik. But, amma, ancaq, lakin bu bağlayıcı ziddiyyət ifadə etdiyindən ya ondan əvvəl ya da sonra əsasən demirik həmişə. Əsasən inkar cümlə gəlir. Yadda saxlayın ki, burada həmişə sözünü biz demirik. Deyirik ki, əsasən. She couldn't catch the train, but she was in time. O qatara çata bilmədi, amma o vaxtında gəlmişdi. Amma bu qarşılaşdırılma heç də həmişə tərəflərdən birinin inkarda verilməsi ilə deyil. Bəzən mənanın zid olması ilə də ifadə oluna bilər. Bu zaman hər iki tərəf təsdiq ola bilər. Yəni biz cümlələrimizə diqqət yetirməliyik. David is Georgian, but he lives in Azerbaijan. David Gürcüdür, amma Azərbaycanda yaşayır. The sun has set, but it is still light. Günəş batdı, amma hələ də işıqlıdır. Whereas, hərçənd ki, halbuki, some people like coffee, whereas others don't. Bəzi insanlar kofe xoşlayır, hərçənd ki, bəziləri xoşlamır.
Bunlar bizdə bu bağlayıcılar, diqqət yetirək, hansı bağlayıcıları biz indi öyrəndik sizlə? And, both and, not only but also, neither nor, no or, either or, but, whereas, bunlar tabesizlik əlaqəsi yaradır. İki müstəqil cümləni bir-birinə bağlayır. Tabelilik əlaqəsi bildirən bağlayıcılar əsasən tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş cümləyə bağlamaq üçün işlədilir. Bu mövzu çox əsas mövzudur, mühüm mövzudur. Çünki tabeli mürəkkəb cümlələrdə biz düzgün tabellik əlaqəsini bildirən bağlayıcılarla istifadə etmək istəyiriksə, bağlayıcıları düzgün bilməliyik. Because, çünki, as, üçün, görə. Hər ikisi səbəb ifadə edir. Yadda saxlayaq ki, bu bağlayıcılar tabelilik bağlayıcılardır və baş cümlə ilə budaq cümləni bağlayır. Bu deməkdir ki, burada cümlələr müstəqil, öz başına bağlayıcısı olmadan işlənə bilmirlər. Biz bunlara diqqət yetirməliyik və bunların hansı növ bağlayıcılara aiddir, onları bilməliyik. Məsələn, because, as, səbəb ifadə edən bağlayıcılardır. Bu bağlayıcılardan sonra cümlə gəlir, mübtada, xəbər. Mübtada və xəbər mütləq gəlməlidir. We went on an excursion as və yaxud because the weather was fine. Biz ekskursiyaya getdik çünki hava yaxşı idi. Because of görə ucbatından deməkdir. Burada isə yadda saxlayaq ki, because of-dan sonra mübtada xəbər gələ bilməz. Yəni, tam cümlə gələ bilməz. İsim gələ bilər, əvəzlik gələ bilər, gerund gələ bilər. Amma tam cümlə gəlmir. Məsələn, because of the fine weather, we went on an excursion. Yaxşı havaya görə biz ekskursiyaya getdik. Diqqət edək, because of the fine weather sadəcə olaraq bizdə isim gəlib. İsmi düzdür, sifət təyin edib, amma sadəcə isimdir. So, ona görə də nəticə ifadə edir. I was very hungry, so I ate my supper quickly. Mən çox acmışdım, ona görə də tez nahar etdim. Diqqət edək, mən çox acmışdım, ona görə də tez nahar etdim. Məryəm was very tired, so she decided to have a rest. Məryəm çox yorulmuşdu, ona görə də o dincəlmək qərarına gəldi. Və burada mən sizin yadınıza salmaq istəyirəm ki, baş cümlə ilə budaq cümləni biz necə fərqləndiririk? Yadda saxlayın, bağlayıcı ilə bağlanan cümlə budaq cümlədir. Bağlayıcı ilə başlanan cümlə budaq cümlədir. Budaq cümlələr əvvəldə də gələ bilər, baş cümlədən sonra da gələ bilər. Amma fərqi yoxdur. Hansı cümlə bağlayıcı ilə başlayırsa, həmin o cümlə budaq cümlədir. We didn't go to the forest as və yaxud because it was rainy. Biz meşəyə getmədik. Niyə? Çünki yağış yağırdı. Bu, niyə? Nə üçün getmədik? Çünki yağış yağırdı. Burada səbəb bildirilir. Amma it was rainy, so we didn't go to the forest. Ya, hava yağışlı idi, ona görə biz meşəyə getmədik. Burada isə nəticədir. So-dan sonra sifət, zərf işlənib, sonra isə zət və bu elə ki deməkdir. Diqqət edin, the box was so heavy that I couldn't lift it alone. Qutu o qədər ağır idi ki, mən onu tək qaldıra bilmədim. The sea was so stormy that the ship couldn't leave the port. Dəniz elə fırtınalı idi ki, gəmi limanı tərk edə bilmədi. Yadda saxlayaq, so-dan sonra sifət və yaxud zərb işlənib, sonra isə zət işlənir. Saç, saç əgər sayılan tək isimdirsə, mütləq saçdan sonra ən artikılı gəlir. Sifət, isim, yenə zət, elə ki. It was such a heavy box that I couldn't lift it alone. Elə ağır qutu idi ki, mən onu tək qaldıra bilmədim.
Diqqətli olun, so-dan sonra sifət və zərf gəlib isim gəlmir. So-dan sonra sifət və yaxud zərf gəlir. Qətiyyən isim gəlmir. Amma saçdan sonra sifət gəlir, mütləq şəkildə saçdan sonra isim lazımdır. Saç isimsiz işlənmir. Sifət ola da bilər, olmaya da bilər. Amma isim mütləq şəkildə olmalıdır. İkisi də elə ki kimi tərcümə olunur. Bir yerdə yazılan so that ondan ötürü ki deməkdir, məqsəd ifadə edir. We work hard so that we can enter the university. Biz əzmlə çalışırıq ondan ötürü ki, universitetə qəbul oluna bilək. So, arada sifət zərf that elə ki deməkdir, amma so that yanaşı gələn ondan ötürü ki deməkdir, məqsəd ifadə edir. Also, so, in spite of, despite. Bunların hər biri baxmayaraq ki deməkdir, ziddiyyət ifadə edir. Ekvivalentləri even if, hətta əgər, even so, hətta baxmayaraq. Məsələn, also the traffic was heavy, we arrived in time. Baxmayaraq ki nəqliyyat çox idi, biz vaxtında gəlib çatdıq. In spite of the heavy traffic, we arrived in time. Çox nəqliyyata baxmayaraq biz vaxtında gəlib çatdıq. Qeydə baxaq, qeyd mühümdür. Also, so-dan sonra mütləq şəkildə cümlə gəlməlidir. Necə yəni cümlə? Yəni mübtada xəbər olmalıdır o cümlədə. Amma in spite of, despite-dan sonra isim, əvəzlik və yaxud gerund gəlir. Tam bir cümlə gəlmir bunlardan sonra. Also, it was raining, we went for a walk. Baxmayaraq ki, yağış yağırdı, biz gəzməyə getdik. Also, it mübtada, was raining xəbər. In spite of və ya despite the rain, we went for a walk. Yağışa baxmayaraq, yalnız bir isim gəlib burada, biz gəzməyə getdik və yadda saxlayaq ki, in spite of ilə işlənir, despite of qəbul etmir. As sifət və as kimi deməkdir, müqayisə bildirir. Bu, biz bilirik ki, sifətin adi dərəcəsində işlənir. Yesterday I was as tired as my sister. Dünən mən bacım kimi yorğun idim. 3-cü və 7-ci qaydadan da göründüyü kimi həm as, həm də so that bağlayıcıları tərkibində diqqət edin, sifət gəlir. Bəs onda onları necə fərqləndirmək olar? As bağlayıcısı olan cümlədə bir mübtada və bir xəbər olur. Məsələn, yesterday I was as tired as my sister. I was bir mübtada, bir xəbər. I was so tired that I went to bed at once. I was bir mübtada xəbər, I went ikinci mübtada xəbər. Deməli, bu cümlədə as işlənə bilməz. When, anda, əndə, as soon as kimi, after, sonra, before, əvvəl, since, dan-dən bəri, till, qədər, daq-dək, until, qədər, daq-dək kimi, as long as, qədər, whenever, zaman budaq cümlələrini baş cümləyə bağlayır. Yadda saxlayaq, zaman budaq cümlələrini baş cümləyə bağlayır. Əgər sizdə vaxt bildirən isim varsa, when işləndilir. Sunday is the only day when we can take exam. Bazar günü yeganə gündür ki, biz imtahan nə vaxt ki biz imtahan verə bilirik. Burada when we can take exam zaman budaq cümləsidir. As long as soon as, till, until, after, before, when bağlayıcılarından sonra gələcək zaman işlədilmir. Yadda saxlayaq ki, as long as soon as, till, until, after, before, when. Əgər bunlar zaman budaq cümləsidirsə, zaman bildirən budaq cümləsidirsə, bunlardan sonra gələcək zaman işlədilmir. Yəni, shall, will işlədilmir. If, əgər, unless, masa, məsə, if not, əgər deyilsə, şərt budaq cümləsini bağlayır. We shall play tennis outside if the weather is fine. Biz çöldə tenis oynayacağıq, əgər hava yaxşı olsa. Unless she comes in time, I shall not wait. Və yaxud, if she doesn't come in time, I shall not wait.
Əgər o vaxtında gəlməsə, mən gözləməyəcəm. Yadda saxlayaq ki, unless, if-in inkar formasıdır. Unless və ya if not. Unless inkar forma olduğu üçün ona aid olan cümlənin hissəsi həmişə təsdiqdə olur, amma mənaca inkarlıq ifadə edir. Ona görə də unless olan cümlədə ikinci bir inkarlıq istifadə etmək olmaz. Unless özü inkarlığı bildirir. If, whether, ki, mi, çox vaxt ask, wonder, want to know feilləri ilə birgə işlənir. Məsələn, Tom asks, if I know where she is, Tom soruşur, mən bilirəmmi o haradadır. Burada if qətiyyən əgər demək deyil, qətiyyən mi deməkdir. No one is sure whether they will come in time. Heç kim əmin deyil, onlar vaxtında gələcəklər mi? Whether or mi yoxsa deməkdir. I don't know whether to go or stay. Mən bilmirəm, gedimmi yoxsa qalımmı? Why, what for, niyə, nə üçün? Adətən reason, səbəb sözündən sonra gəlir. Why bağlayıcısı olan cümlədə for sözünü işlənməz. Why artıq özü nə üçün deməkdir. Ona görə why olan cümlədə for işlənmir. Reason sözlərindən sonra why işlənir. Nobody knows the reason why she's absent. Heç kim bilmir səbəbini nə üçün o gecikir. Why are you here? Nə üçün siz buradasınız? What are you here for? Nə üçün siz buradadırsınız? What for da nə üçün deməkdir. Sadəcə olaraq for cümlənin axırında işlənir. Where, in which in, that in, haradakı deməkdir. Where bağlayıcısı olan cümlədə in sözünü işlənməz, yadda saxlayın. Where ilə in sözünü işlənməz. Nə əvvəldə, nə də sonra olmaz. Əgər yer bildirən isim gəlirsə, where işlədirik. The city where I have spent my childhood is Rustavi. Mən uşaqlığımı keçirdiyim şəhər Rustavidir. Şəhər haradakı mən uşaqlığımı keçirmişəm Rustavidir. Where'nin əvəzinə in which, that axırda in işlədə bilərik. The city in where, bu düzgün deyil. Müqayisə edək. In which where, which haradakı hansı ki deməkdir. Yadda saxlayın. In which harada, where, which haradakı hansı ki. Do you remember the town where your parents lived in their youth? Xatırlayırsınız şəhəri, haradakı valideynləriniz gənclik illərində yaşayıblar. Do you remember the town which is your parents' birthplace? Xatırlayırsınız şəhəri, hansı ki valideynlərinin doğum yeridir. Xatırlayırsınız şəhəri, hansı ki valideynlərinizin doğum yeridir. What, nə? Bu bağlayıcıdan əvvəl adətən heç bir isim və ya əvəzlik gəlmir. Birbaşa feildən sonra gəlir. Yəni, nöqtələrdən əvvəl isim gəlibsə, what bağlayıcısı işlədilməz. Which və yaxud that cansız isimlərdə işlədilir. Əgər isim gəlməyibsə, bu halda what işlədilir. Gəlin, diqqət edək. I can't hear. Hear isim deyil, xəbərdir. What you are telling. İşlətmək olar, amma I can't hear the words. İsim durub, nöqtələrdən əvvəl isim durub, what'un işlənməsi yanlışdır. I can't hear the words that you are telling. Nöqtələrdən əvvəl isim gəlib, that işlədə bilərik. I told you everything that I knew about the accident. Everything əvəzlik gəlibdir, that işlədə bilərik, amma what işlədə bilmərik. What-u işlətməkdən ötürü nöqtələrdən əvvəl gərək nə isim, nə də əvəzlik olmasın. Məsələn, I want to know what you are doing to do. I brought what you ordered yesterday. That, ki, yadda saxlayaq, ask, wonder, want to know feillərindən sonra that işlənmir, qətiyyən işlənmir. It was clear that she will pass the exam.
Aydın idi ki, o imtahandan keçəcək. Amma I wonder, that will be able to go to. Olmaz. Ask, wonder, want to know'dan sonra that işlənmir. Deyə bilərik, I wonder if we'll be able to go to Paris. Who, kim ki, whom, kime ki, whose, kimin ki, which, hansı ki, that, hansı ki. Təyin budaq cümləsini baş cümləyə bağlayır. Biz sizinlə əvəzlik bölməsini keçəndə oradan bunların hamısını keçmişik ki, bunlar hər birisi təyin budaq cümləsini baş cümləyə bağlayır. Who, kim ki, whom, kimə ki, whose, kimin ki, şəxs bildirən sözlərdən sonra işlənir. Cümlədə who'dan sonra əsasən feil, whom'dan sonra əvəzlik, whose'dan sonra isə isim işlənir. Canlı isim who feil olmalıdır. Məsələn, I don't like people who tell jokes all the time. People canlı, who xəbər tell. Canlı isim whom əvəzlik işlənir. Who is the woman whom we met at the exhibition? Canlı isim whom əvəzlik. Canlı isim whose isim. The girl whose book has been stolen is very sad. The girl canlı isim whose bir daha isim. Which hansı ki əşya və heyvan adı bildirən sözlərdən sonra işlənir. Yəni təyin əvəzliyi kimi which yalnız cansız əşya və yaxud heyvan adı bildirən sözlərdən sonra işlənir. The flowers which grow in the garden are beautiful. Flowers cansız isim, ona görə mənim bu cümləm which ilə bağlanıb. That hansı ki, who, whom və which-in sinonimi olub, həm canlı, həm də cansız isimlərdən sonra işlənə bilir. Bəli, that canlı ilə də işlənə bilər, cansızla da işlənə bilər. This is the doctor who və yaxud that saved the child's life. Where is the nurse whom və yaxud that I saw last time. Is the key which və yaxud that opens the front door. Diqqət edək, doktor canlı who və zət işlənə bilər. Nurse canlı whom və zət işlənə bilər. K cansız which və ya zət işlənə bilər. Zət bağlayıcısı which-i həmişə əvəz edə bilir. Yalnız bir hal istisnadır. Söz önlərindən sonra birbaşa zət işlənmir. Qətiyyən, əgər sizdə cümlənizdə söz önü varsa da, yəni ki, zətdən əvvəl söz önündən söhbət gedir, cümlənin harasındasa yox. Zətdən əvvələ söz önü düşürsə də, deməli, biz orada zət işlədə bilmərik. Yoxdur belə quruluş from that, through that, to that, by that, about that. Lakin zətdən sonra arada söz gələrsə, söz ön işlənər zət in. Məsəl üçün, the way by which we must return runs through the forest. By that burada mən işlədə bilməzdim zət. Amma the way that we must return by runs through the forest. Bəli, by burada zətdən əvvələ düşməyib, ona görə də zət işlədə bilərik. Ümumiyyətlə, nöqtələrdən əvvəl söz önü işlənərsə, 3 hal mümkündür. Whom, canlılar üçün, isimlər üçün, which, cansız isimlər üçün və yaxud what, isim yoxdursa. I don't know the engineer about whom you are speaking. This is the town through which we drove last night. I don't agree with what you have just said. How, necə? Can you tell me how it happened? Mənə deyə bilərsən, bu necə baş verdi? As if, as so, elə bil, sanki, güya deyəsən. He looks at me as if he knows me. O mənə elə baxır, elə bil, sanki məni tanıyır. Əlavələrimizə baxaq. To, Ayşə, also. Üçü də həmçinin, daha da deməkdir. Amma işlənmə yerləri və cümlələri fərqlidir. To bağlayıcısı həmçinin dadə mənasında təsdiq cümlələrinin sonunda işlənir, təsdiq. Ayşə bağlayıcısı həmçinin dadə mənasında inkar cümlələrinin sonunda işlənir, inkar. Also bağlayıcısı həmçinin dadə mənasında həmişə təsdiq cümlələrinin ortasında gəlir. Məsələn,
I want to go there too. Mən də həmçinin ora getmək istəyirəm. Təsdiq cümlə. I don't want to go there either. Mən də həmçinin ora getmək istəmirəm. İnkar cümlə. I also want to go there. Mən də həmçinin ora getmək istəyirəm. Təsdiq cümlə. Cümlənin ortasında. Hardly, olmaz, nearly. Demək olar ki, təxminən. Hardly yalnız təsdiq cümlələrində işlənir, lakin mənaca inkarlıq bildirir. Mənaca inkarlıq bildirdiyinə görə biz bu cümlədə, hardly olan cümlədə başqa bir inkarlıq işlədə bilmərik. She hardly helped me. O demək olar ki, mənə kömək etmədi. Almost, nearly həm təsdiq, həm inkar cümlələrində işlənə bilir. We almost won the match, we almost didn't win the match. During, while, ərzində, müddətində, dövründə, arkan, ərkən, duringdən sonra yalnız isim gələ bilər. Tam cümlə, yəni mübtada xəbər işlənmir. I fell asleep during the film. Duringdən sonra sadəcə olaraq isim gəlir. While'dan sonra isə tam bir cümlə gəlməlidir. Yəni cümlənin mübtadası və xəbər olmalıdır. I fell asleep while I was watching the film. While I was watching. While'dan sonra participle one işlənə bilir. İndiki zaman fiili sifət. While watching the film, I fell asleep. Test edərkən biz nələrə diqqət etməliyik? Məsələn, tag question, disjunctive question da adlanır, ayrıca suallardır. Neither ora diqqət edirik. Tag question sualının ikinci hissəsi təsdiqdədirsə, onda adətən birinci tərəfdə bu bağlayıcı işlədilir. They want neither to eat nor to drink, do they? Burada sizin yanınıza salmaq istəyirəm ki, tag question vergüldən sonra verilən qısa sualdır. Bu qısa sual nə ilə əmələ gəlir? Cümləmiz hansı köməkçi feil ilə sual düzəldirdirsə, onunla da əmələ gəlir. Zamana uyğun, şəxsə uyğun. Neither nor inkarlıqdır, deməli tag question təsdiq olmalıdır. Əgər bizim cümləmiz təsdiq olardısa, tag question inkarda olardı. Mən görürəm ki, mənim cümləmdə əsas feilim wantdur. Want sualını məlum məsələdir ki, do ilə düzəldir, indiki zamandadır. Mübtadamız zeydi və ona görə də do, zey işlədirik və yadda saxlayaq ki, mübtadanı dəyişmək olmaz. Əgər sizin mübtadanız isimlə ifadə olunubsa, həmin ismin şəxsinə və kəmiyyətinə görə əvəzlik işlətməlisiniz tag questionda. Mütləq əvəzlik olmalıdır. Neither nor, either or, not only but also. Xəbər ikinci nor, or, but also-dan sonraki mübtada ilə uzlaşır. Yəni, nordan sonra mübtada təkdədirsə, xəbər təkdə, friend təkdə, is təkdə. Nordan sonra mübtada cəmdədirsə, xəbər də cəmdə olmalıdır. Friends cəmdə, xəbər cəmdə. Eyni ilə bu qayda either, ordan sonra gələn mübtada ilə uzlaşma edirik. Not only but also-dan sonra gələn mübtada ilə uzlaşma edirik. Both and xəbər həmişə cəmdə. Məsələn, are, were, have, do, come, play, spend, give və s. olur. Both David and his brother have read the novel. Bizdə both and iki mübtadanı bağlayıb, David and his brother, ona görə də bizim xəbərimiz cəmdə olmalıdır. Both you and I are invited. You and I mübtadamız ikidir, ona görə də are xəbər cəmdə olur. İstifadə etmək olmaz. As, sifət, as kimi müqayisə bildirir. Yesterday I was as tired as my sister. So-dan sonra sifət və yaxud zərf işlənir, sonra isə zərf. Elə ki deməkdir. The book was so interesting that I couldn't put it down. Because, çünki, as, üçün görə. Hər ikisi səbəb ifadə edir. Bu bağlayıcılardan sonra cümlə gəlməlidir. Yəni mübtada xəbər gəlir. I don't like films have an happy ending. Nöqtələrdən sonra mübtada deyil, birbaşa xəbər, have gəldiyinə görə
As because istifadəsi səhvdir. Doğru cavab burada that olmalıdır. So, ona görə də nəticə ifadə edir. I was very hungry, so I ate my supper quickly. Bu cümlələri müqayisə edin. Bunların mən sizə izahını vermişəm. Canlı isimdirsə who, canlı isim nöqtələrdən əvvəl canlı isim, nöqtələrdən sonra xəbərdirsə who bağlayıcı istifadə olunur. Also, so, in spite of, despite baxmayaraq ki, also, so-dursa bağlayıcımız cümlə gəlməlidir, yəni mübtəda xəbər. In spite of, despite-dırsa isim əvəzlik və yaxud gerund işlədilir. As, because, till, until, so, also, in spite of, despite. Bu bağlayıcılar bir-birinə bərabər olduğuna görə variantlarda eyni anda verilsələr, hər ikisi səhvdir. Çünki bir testin 2 doğru cavabı ola bilməz. Amma əgər biz 2 doğru cavab seçməliyiksə, bizim seçimimiz 2 dənə olmalıdırsa, onda as, because ilə seçilir, till, until ilə birgə, so, also ilə birgə, in spite of, despite ilə birgə seçilir. Əgər seçim 2 dənə olmalıdırsa. Məlum məsələdir ki, burada artıq biz cümləmizə diqqət yetirməliyik. Məkan bildirən sözlərdən sonra və-yə və yaxud in which in, that in. Reason sözündən sonra why, canlı isim nöqtələrdən sonra əvəzlik gəlirsə whom, zaman bildirən isim, məsələn, yeah, they sözləri gəlirsə when, who, what sözünü, cümlənin sonunda sözünü varsa, cavab who və yaxud what olacaq. Who, what, veyə, from sözünü from olarsa, cavab who, what və yaxud veyə olur. Məsələn, who is the boy who you are speaking about? Sən haqqında danışdığın oğlan kimdir? And və so fikirlər üst-üstə düşərsə, amma but və so fikirlər zid olarsa. She didn't learn the directions, so və yaxud and she lost the way. O istiqaməti öyrənməmişdir, ona görə də və yaxud və yolu azdır. Whose özündən sonra isim istəyir. Kate, whose project failed, looks sad. Which of ilə işlənə bilir. I want to know which of these books you like most. Bitmiş zaman, sonra isə since. Bağlayıcınız sincedirsə, sincedən əvvəl bitmiş zaman, sonra isə past simple zaman işlənir. I haven't talked to her since we left school. Who, what, veyyədən sonra else işlənə bilər. Yadda saxlayaq ki, else'dən sonra isim işlənmir. Can you tell me where else you are going to visit? Cansız isimdirsə which ilə bağlayırıq cümləmizi. Canlı isim söz önüdürsə whom ilə bağlayırıq. Cansız isim söz önüdürsə which ilə bağlayırıq. İsim söz önü what olmaz. Çünki what ismi bağlamır. Məsələn, I don't agree to what you have just said. Görürsünüzmü? İsim deyil, feildir. Bəli, what ilə bağlaya bilərik. Və-yə cümlələrdə in varsa və-yə, in və yaxud in və-yə olmaz. Which in which olar. Zətdən əvvəl söz önü işlənməz. Zətdən sonra söz önü işlənə bilər. Yadda saxlayaq nöqtələrdən əvvəl zaos durubsa, burada biz yalnız who nisbə əvəzlikdən istifadə etməliyik və xəbərimiz cəmdə olmalıdır. Because, çünki cümlə gəlməlidir, yəni mübtada və xəbər. Because of isə görə ucbatından cümlə istəmir, yalnız ya isim, ya əvəzlik, ya gerund. Or ilə nələr işlənir? Either or, if or, whether or. Əlavə, since, çünki, madam ki, səbəb bildirir. Since Monday is a holiday, we don't have to go to work. Birinci gün bayram olduğuna görə, çünki birinci gün bayramdır, biz işə getməməliyik. Therefore, ona görə də nəticə bildirir. Petrol is too expensive. Therefore, I avoid driving my car a lot.
The manager was busy, therefore he couldn't come. Menecer çox məşğul idi, ona görə də gələ bilmədi. Testimizə baxaq. Məsəl üçün, birinci testimiz. The film was boring, I couldn't stay till the end. Mən diqqət edirəm ki, burada yalnız bir sifət durub. İsim yoxdur. İsim yoxdursa B variantını, D variantını istifadə edə bilmərəm. Onlar özündən, saç özündən sonra isim istəyir. Burada məndə bircə dənə sifət durub, heç başqa bir sifət gəlməyib ki, mən was and işlədim, həm də so that nöqtələrimiz biri sifətdən əvvəl, biri sifətdən sonradır. Ona görə so that də işlənə bilməz. Düzgün variant Y variantıdır. İkinci, you can catch your train, you live at once. Diqqət edək, burada bizdə düzgün variantımız deməli, D variantıdır, if. Gəlin digər variantlara baxaq. E variantı but və C variantı also səhvdir, çünki cümlədə bizdə ziddiyyət yoxdur, təzad yoxdur. A variantı səhvdir, çünki because of özündən sonra yalnız bir isim, əvəzlik və yaxud gerund götürə bilərdi. Bizdə isə cümlə gəlib mübtada xəbər var. B variantı or mənaca uyğun gəlmir, ona görə də qalır D variantı. Sən qatara gecikə bilərsən, əgər dərhal çıxmasan. Çalışın, bağlayıcıları dəqiq öyrənin, çünki bağlayıcılarla bağlı bizim budaq cümlələrimiz var və biz bu budaq cümlələri düzgün işlətmək üçün bağlayıcıları dəqiq bilməliyik.